Görürsünüz ki, bu yerdən qalxa bilmir. Azərbaycanda rəsmi qurumlar dabaq xəstəliyinə qarşı peyvəndləmə işlərinin aparıldığını bildirsə də, fermerlər heyvanlara vurulan peyvəndlərin nəticə verməməsindən gileylənirlər. Sosial mediada yayılan görüntülərdə bəzi fermerlər malqaralarının yenidən dabaq xəstəliyinə tutulduğunu iddia edirlər. Dabaq xəstəliyi epidemiya kimi ilk dəfə 1870-ci ildə qeydə alınmışdır. Son bir neçə aydır Azərbaycanda heyvanlar arasında dabaq xəstəliyinin yayılması ilə bağlı bir çox məlumatlar paylaşılır. Sosial mediada yayılan görüntülərdə bəzi fermerlər xəstəlik nəticəsində onlara dəyən zərərdən və tələf olmuş heyvanlardan danışırlar. Kənd Təsərrüfatı Nazirliyi ölkənin bəzi regionlarında dabaq xəstəliyinin aşkarlandığını təsdiqləsə də, bunun narahat edici səviyyədə olmadığını və hazırda ölkə ərazisində bu xəstəliyin sönməyə doğru getdiyini bildirib. Bəs dabaq xəstəliyi nədir? İnsan üçün təhlükəlidirmi? Ondan necə qoruna bilərik? Dabaq xəstəliyi ən çox cütdırnaqlı heyvanların yoluxduğu virus mənşəli infeksiyon xəstəlikdir. Azərbaycanda ətindən və südündən ən çox istifadə olunan inək, qoyun, camış və keçilər də cütdırnaqlı heyvanlardır. Atlar arasında isə dabaq xəstəliyinə nadir hallarda rast gəlinir. Dabaq virusu aşağı temperaturlu və yüksək rütubətli ərazilərdə uzun müddətli qala bilir. Virusun mənbəyi xəstə və ya yeni sağılmış heyvanlar hesab edilir. Xəstəliyin ilk əlamətləri heyvan virusa yoluxduqdan 2 və ya 7 gün sonra üzə çıxır və bu proses 21 günədək davam edə bilər. Bədən temperaturunun 40-41 dərəcəyə yüksəlməsi, yemdən imtina, gövşəmənin pozulması və ya tamamilə dayanması, ağız boşluğunda, dildə, burun ətrafında, dırnaq nahiyədə, heyvanın yelində və dərisində qabarcıq formasında yaraların əmələ gəlməsi, ağızda silik axınının çoxalması, qabarcıq yaralar 1-3 gündən sonra partlayır, buzovlarda bu cür qabarcıqlar yaranmır və xəstəlik gastroenterit, yəni mədə-bağırsaq iltihabı formasında keçir. Azərbaycanda malqaranın yoluxduğu dabaq virusu haqqında nələri bilmək vacibdir? Ən əsası, bu xəstəliyi yaradan virusun insana keçmə riski çox aşağı kimi qiymətləndirilir. Amma həkimlər yenə də xəbərdarlıq edirlər ki, ət və süd məhsullarının bişirilmə qaydasına düzgün əməl edilməlidir. Bəs dabaq insana və ya heyvana necə keçir? Dabaq yoluxucu xəstəlik olduğu üçün heyvanlar arasında sürətlə yayıla bilir. Virus bu xəstəliyə yoluxmuş heyvandan ağız suyu, sidik, nəcis, süd və digər yollarla digər heyvanlara keçir. Bundan əlavə xəstə heyvanla birbaşa təmas, həmin heyvanın istifadə etdiyi yem və su, heyvanı qulluq edən şəxsin geyimi, quşların miqrasiyası, eləcə də daşınma zamanı nəqliyyat vasitələri və küləklə bir yerdən digər əraziyə yayılır. Ölüm təhlükəsi nə qədər? Dabaq xəstəliyinə yoluxan heyvanların növündən və yaşından asılı olaraq ölüm riski fərqlidir. Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətliyi Agentliyinin bildirdiyinə görə, virusa yoluxmuş böyük heyvanlar arasında ölüm faizi 1-5 arasında dəyişir. Kök heyvanlardan fərqli olaraq arıq və zəif heyvanlarda yoluxma daha yüksəkdir. Buzovlarda ölüm riski daha çoxdur. Ən yüksək ölüm riski isə südəmər donuz balalarında müşahidə olunur. Qoyun və keçilərin virusa yoluxması eyni əlamətlərlə aşkar olunur, lakin onlar xəstəliyi yüngül formada keçirirlər. Donuzlarda bu xəstəlikdən sonra axsaqlıq və çox vaxt dırnaq düşməsi baş verir. Dabaq xəstəliyi heyvanlardan insana keçir. Dabaq virusu heyvanlardan insanlara keçə bilən xəstəlik olsa da, bu risk olduqca aşağıdır. İnsanlar virusa xəstə heyvanlarla təmas zamanı, eləcə də heyvan mənşəli çiğ qida məhsullarından istifadə etdikdə yoluxa bilər. Ona görə də mütəxəssislər heyvan mənşəli qidaları yaxşı bişirməyi və daha sonra istifadə etməyi məsləhət görürlər. Lakin virusun insandan insana yoluxma halı qeydə alınmayıb. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin rəsmi saytında qeyd olunub. Xəstəlik insanlarda titrəmə, baş və əzələ ağrıları ilə özünü biruzə verir. Bu virusa yoluxmuş şəxslərdə temperatur 39-40 dərəcəyədək yüksəlir. Yoluxmanın ilk dövründə ağız boşluğunda yanma hissi, ağız suyu ifrazının artması, sidik ifrazatı zamanı ağrı və bağırsaqların funksiyasının pozulması baş verir. Bundan əlavə dabağa yoluxmuş insan əsəbi olur, danışmaqda və udqunmaqda çətinlik çəkir. Xəstəlik ağırlaşmazsa xəstə 5-7 gündən sonra sağalır. Dabaq xəstəliyinin əlamətləri digər xəstəliklərə oxşadığı üçün ilk olaraq təxmini diaqnoz qoyulur. Ona görə də xəstəliyi dəqiqləşdirmək üçün virusun tipini müəyyən etmək vacib hesab olunur. Heyvanlarda virus əlamətləri aşkar edildikdə ilk olaraq baytar mütəxəssislər çağırılmalıdır. Bu xəstəliyin xüsusi müalicəsi yoxdur. Xəstəlik aşkar edildiyi zaman təsərrüfata, ətraf əraziləri və rayon ərazisində təcrid və məhdudlaşdırıcı tədbirlər tətbiq edilməli və dezinfeksiya işləri aparılmalıdır. Xəstəliyin aşkar olduğu əraziləri diri heyvan, yem və digər məhsullar alınmamalıdır. Kənd Təsərrüfatı Nazirliyi belə bildirib. Kənd Təsərrüfatı Nazirliyinin bildirdiyinə görə, xəstəliyin aşkar olunduğu ərazilərdə diri heyvan, yem və digər məhsullar alınmamalıdır. Heyvanların bu xəstəliyə yoluxmaması üçün onlarda profilaktik peyvəndlənmə aparılmalıdır. Təsərrüfata yeni gətirilmiş heyvanlar mütləq karantində saxlanmalıdır. Qida Təhlükəsizliyi Agentliyi bildirib ki, hətta sağalmış heyvanlar belə virus daşıyıcısı hesab olunduğu üçün təsərrüfatda dabaq xəstəliyi aşkarlandığı halda bütün heyvanların sanitar kəsiminin həyata keçirilməsi, ət və ət məhsullarının isə texniki emala cəlb olunması daha məqsədə uyğundur.
Qabaq xəstəliyi heyvandarlıqda ət və süd məhsullarının azalmasına gətirib çıxara bilər. Bununla belə xəstəlik aşkarlandığı zaman bu cür məhsulların idxal və ixracına qoyulan qadağalar, eləcə də xəstəlik zonası tətbiq edilən məhdudiyyətlər iqtisadi itkilərə səbəb olur. Belə risklərlə üzləşməmək üçün dövlət qurumları fermerləri təsərrüfatda baytarlıq, sanitariya qaydalarına və qida təhlükəsizliyi tələblərinə əməl etməyə çağırırlar. Sosial mediada yayılan görüntülərdə bəzi fermerlər malqaralarının yenidən dabaq xəstəliyinə tutulduğunu iddia edirlər. Onların sözlərinə görə aldıqları dərmanların nəticə verməməsi bir yana, tövsiyə olunan dərmanları tapmaqda da çətinlik çəkirlər. Üstəlik, bu dərmanların qiyməti də bahalaşıb. Kənd Təsərrüfatı Nazirliyi hələlik ölkədə dabaq xəstəliyinə qarşı istifadə olunan dərmanların qıtlığı və bahalaşma ilə bağlı iddialara cavab verməyib. Lakin qurum bölgələrdə bu xəstəliyə qarşı peyvəndləmə işlərinin davam etdirildiyini bildirib. Törədicinin mənbəyi xəstə və xəstəlikdən sağalmış heyvanlardır. Onların ağız suyu, silik və kal vasitəsilə ətrafa yayılır. Virus bu heyvanlarda xəstəliyin klinik əlamətləri inkişaf etməsindən əvvəl və ya xəstəlikdən sağaldıqdan sonra da xaric olunur. Quşlar bu virusla yoluxmurlar, lakin onları asanlıqla uzaq məsafələrə yaya bilərlər. Virusun müəyyən tipi ilə xəstələnib sağalan heyvanlarda həmin tipə qarşı uzun müddətli, yəni 10 ilə qədər və gərgin immunitet əmələ gəlir. Lakin belə heyvanlar dabağın digər tipləri ilə yoluxa bilərlər. Heyvanların fəal peyvəndi üçün mono və ya polivalent vaksinlərdən istifadə olunur. Polivalent vaksin 500 kq-dək olan qara mala 5 milli, 500 kq-dan daha çox olanlara isə 100 kq canlı kütləyə 1 milli hesabı ilə dərialtı vurulur. Qoyun və keçilərə isə 2 milli tətbiq edilir. Qara malda və ya qoyunlarda 6 aydan sonra revaksinasiya aparılır. Buzovlar 4 aylıqdan sonra vaksinasiya edilir. İmmunitet vaksinasiyadan 21 gün sonra, revaksinasiyadan isə 4-5 gün sonra yaranır. Dabağın O, A, S və Asiya 1 tiplərinə qarşı alüminium hidroksidli formul vaksin də mövcuddur. Profilaktika məqsədi ilə bu vaksin bir dəfə, yoluxma təhlükəsi olan təsərrüfatlarda isə 7-12 günlük fasilə ilə 2 dəfə vurulur. Rekonvalesent heyvanların qanı ilə qeyri-fəal immunitet yaratmaq mümkündür. Bu məqsədlə qara maldan xəstəliyin 12-25 günlüyündə 2-3 litr qan götürülür. Hər 1 litr qana 80 milli konservləşdirici məhlul əlavə edilir. Belə konservləşdirilmiş qan 2-4 dərəcə temperaturda saxlamaq şərti ilə 3-4 ay ərzində istifadəyə yararlı olur. Konservləşdirilmədikdə isə 3-4 gün ərzində istifadə olunmalıdır. Dabaq əleyhinə serumu hazırlamaq üçün antiseptika qaydalarına əməl etməklə vidaci venadan qan alınır və serumu ayrılır. 900 ml rekonvalesent serumun üzərinə 100 ml 5%li karbol turşusu əlavə edilir. Belə serum 6 aya qədər yararlıdır. Azərbaycanda malqara arasında dabaq xəstəliyinin yayılması bazara xəstə və ya ölmüş heyvan ətlərinin çıxarılması məsələsini yenidən aktuallaşdırıb. Azadlıq Radiosu Azərbaycanın müxtəlif bölgələrindən heyvandarlıqla məşğul olan bir neçə fermerlə danışıb. Onların bəziləri kimliklərinin gizli saxlanması şərti ilə xəstə heyvanların satılması hallarını təsdiqləyiblər. Hətta aralarında heyvan bazarları bağlanandan sonra dabaq xəstəliyinə yoluxmuş heyvanını dəyər dəyməzinə satdığını deyənlər də olub. Günəş, parlaq səma, tozlu pəncərə, çərçivə arasından sızan şüa, qəribə ahəng, qəribə qamma, puç olmuş arzular, hər şey çox bəsit, mənasız dünya. Fikirləşir ki, bəlkə toz olun, mən də sızan şüada rəqs edin, amma kölgə var və görünməmək qorxusu. Ya da səs olun, qucaqlayın qulaqları və beyin, mən yazıram ki, sən eşidəndə yaşayın.